Trapesiyanın diagonalları perpendiküler olarsa hansı uzantıdan istifadə etmək lazımdır? Məsələn, düzbucaqlı trapesiya verib oturacaqlar 8-18 hündürlüyünü tapmaq tələb olunur. Bu tip məsələlərdə həmişə belə bir uzantıdan istifadə edəcəksiniz. Təpə bucağından digər diagonala paralel uzadırsınız. Təpə bucağından digər diagonala paralel uzadır və bu üç bucağı tamamlayırsınız. Burada alınan bu A, B, C üç bucağından istifadə edirsiniz. Həmişə belə bir uzantı çəkin. Burada bir parallelogram görürsünüz sol tərəfdə. Axı bu tərəfə paralel çəkmişik. Oturacaqlar da onsuz da paraleldir. Paralelogramın qarşı tərəfləri bərabərdir. 8 ilə üzbəüz 1 olur 8 və ABC düzbucaqlı üçbucaqlıdır. Niyə görə? Əgər bu diagonallar bir-birinə perpendikulyardırsa, onda mənim bu diagonala çəkdiyim paraleldə bu biri diagonalı nə olacaq? Perpendikulyar olacaq. Alındı burada ABC düzbucaqlı üçbucağı. Düzbucaqlısa da hiptenuza nə çəkilib? Hündürlük. Düzbucaqlısa da hiptenuza hündürlük çəkiləndə 6 dənə düsturu düşünürsünüz. Onlardan biri də nə idi? H kvadrat bərabərdir M vurulsun N idi. Burada da hündürlük bilmirik nə qədərdir. M'in də nədir? Katetlərin hiptenuz üzərindəki proyeksiyası. Yəni hiptenuzun bölündüyü hissələr. Buradan oldu H kvadrat bərabərdir 144. Buradan da alındı H bərabərdir 12. Onu da deyim ki, bizim sürət qruplarından artıq dərslərimiz başlayıb. 055 597 0151 nömrəsinə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərsiniz. Sağ olun, hər birinizə uğurlar.